28 may Azərbaycan xalqının tarixində əbədi üz qoymuş şanlı gündür. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu və xalqımız özünün ilk müstəqil demokratik dövlətini qurdu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk parlamentli respublika olaraq fəaliyyətə başladı. Cəmi 23 ay mövcud olsa da, bu dövr ərzində dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Milli ordu yaradıldı, dövlət dili elan edildi, qadınlara seçki hüququ verildi və beynəlxalq aləmdə diplomatik əlaqələr quruldu. Sovet işğalına baxmayaraq Xalq Cümhuriyyətinin ideyaları yaddaşlardan silinmədi. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini bərpa edərkən məhz həmin Cümhuriyyətin hüquqi və siyasi varisliyinə əsaslandı. 2021-ci ildən etibarən 28 may tarixi rəsmi şəkildə müstəqillik günü kimi qeyd olunur. Bu gün təkcə tarixi hadisə deyil, xalqımızın azadlıq əzminin və dövlətçilik iradəsinin simvoludur. Azərbaycan xalqı bu əziz günü hər il qürurla qeyd edir və müstəqilliyini daim qorumağa sadiq qalır.